İranın Mah şəhər xüsusi neft kimya zonasında yanğın davam edir. Bu neft kimya kompleksinin İran benzininin istehsalında payı 70%-dən çoxdur. İranın ən böyük şəhərlərindən biri olan İsfahanda güclü partlayışlar baş verib. Qeyd olunub ki, Amerika-İsrail qüvvələri tərəfindən İsfahandakı hədəflərə kütləvi hava zərbələri endirilib. Birləşmiş Ərəb Əmirliklərinin hava hücumuna müdafiə sistemləri İran tərəfindən buraxılan 23 ballistik raketi zərərsizləşdirib. Bu barədə Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə həmçinin 56 kamikaze dronu da məhv edilib. İran, İraqın cənubunda yerləşən Əl-Bəzrəkan neft yatağına dronlarla hücum edib. 4 aprel axşamı Misran əyalətində baş verən hücum zamanı təxminən 6 dron istifadə olunub. Zərbələr xarici şirkətlərin idarə etdiyi obyektlərə dəyib. Yanğın və maddi ziyan yaranıb. Ölən və yaralananlar barədə məlumat verilməyib. Amerika prezidenti Donald Trump Tehrana endirilən kütləvi zərbə ilə bağlı video paylaşaraq diqqət çəkən açıqlama verib. Trump sosial şəbəkədə yaydığı videoda İranın hərbi rəhbərliyinə ciddi zərbə vurulduğunu iddia edib. Onun sözlərinə görə hücum nəticəsində İranın bir çox hərbi lideri məhv edilib. Trump paylaşımında qeyd edib. İranın bir çox hərbi lideri, onları pis və ağılsız şəkildə idarə edənlər Tehrana endirilən bu kütləvi zərbə nəticəsində daha çox şeylə birlikdə məhv edildi. Qeyd edək ki, Trump raket hücumunun videosunu paylaşaraq bu fikirləri səsləndirib və hücumun miqyasının böyük olduğunu vurğulayıb. NATO'nun şərq istiqamətində hərbi potensialını artırması ilə bağlı Moskva növbəti dəfə sərt açıqlama verib. Rusiya Xarici İşlər Nazirliyi Alyansın şərq cinahı adlandırdığı bölgədə hərbi qüvvələrini fəal şəkildə gücləndirdiyini bəyan edib. Bu proses Avropanın sürətlə militarizasiyasına və qitədə mövcud təhlükəsizlik memarlığının daha da zəiflətməsinə gətirib çıxarır. Nazirlik həmçinin vurğulayıb ki, özünü müdafiə ittifaqı kimi təqdim edən NATO indiyədək 10 genişlənmə dalğası həyata keçirib. Rusiya tərəfi hesab edir ki, NATO'nun son illərdə atdığı addımlar Avropada qarşıdurma riskini artırır və regionda sabitlik üçün əlavə təhdid yaradır. Amerika və İsrail rejimlərinin müəyyən enerji infrastruktur obyektlərinə hücumları səbəbindən İran və Amerika arasında bütün diplomatik rabitə kanallarını bağlamaq qərarına gəlib. Bu barədə Sepah məlumat yayıb. İran, Birləşmiş Ərəb Əmirliklərindəki alüminium istehsal müəssisələrinə zərbə indirdiyini açıqlayıb. İranın dövlət televiziyasının verdiyi məlumata görə ordu açıqlamasında bildirib ki, bugünkü əməliyyatlar zamanı Araş-2 PUA-ları Amerika ordusunun radar sistemini, Birləşmiş Ərəb Əmirliklərindəki alüminium zavodlarını və Küveytdəki Amerika mexanikləşdirilmiş zirehli və helikopter batalyonlarının qərargahlarını hədəf alıb. Minlərlə İraqlı Amerika və İsrailin İrana hücumuna etiraz olaraq meydanlara axışıb. Nümayişçilər Bağdadın mərkəzində toplaşaraq Amerika və İsrail əleyhinə şüarlar səsləndirib və yaxın şərqdə sülhün bərqərar olunmasını tələb edib. İranın son raket hücumu İsrailin mərkəzi hissəsinə ciddi ziyan vurub. İsrail mediasının məlumatına görə Təl-Əvivdə yaşayış binaları və bir məktəbə ziyan dəyib. Bəzi şəhərlərdə yüngül xəsarət alanlar var. Təcili yardım xidmətləri hadisə yerində işləyir. İraqlı yeniyetmələr Amerikanın vurulmuş Lucas kamikaze dronunu TikTok'da satışa çıxarıblar. Bununla bağlı görüntülər yayılıb. يريدون طيارة تعالوا خذوها عم بتاع الحشد على راس الدم طيرها على إيران شيء انت حلمان. Amerika prezidenti Donald Trump qeyd edib ki, yadınızdadırsa mən İrana ya saziş bağlamaq ya da Hörmüz boğazını açmaq üçün 10 gün vaxt vermişdim. Vaxt bitmək üzrədir. Onların üzərinə cəhənnəmin çökəcəyinə 48 saat qalıb.
Amerikanın çox sayda Black Hawk helikopteri yenidən İran ərazisinə daxil olub. Amerika xüsusi təyinatlıları ikinci pilotu təxliyə etmək üçün əraziyə gəlib. Amerika hərbi hava qüvvələri əməliyyata dəstək vermək üçün aktiv fəaliyyət göstərir. İranda isə hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. Həmçinin qeyd olunur ki, pilotun xilas etmə əməliyyatı zamanı bəsic qüvvələri Amerika ordusuna atəş açıb. Hazırda atışma gedir. Eyni zamanda bir neçə bəsic üzvü həlak olub. Pilotun isə tapıldığı deyilir. Bu barədə İran kütləvi informasiya vasitələri məlumat yayıb. Təhlükəsizlik qüvvələrinin pilotu ələ keçirməsinə kömək etməyə çalışan mülki şəxslər səbəbindən tıxaclar yaranıb. Hərbi qüvvələr mülki şəxsləri ərazidən uzaq durmağa çağırıb. Amerika yüksək müdafiəli hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş JASSM Air raketlərini bölgəyə daşımağa başlayıb. Qeyd olunur ki, daşınan raketlər digər bölgələr üçün ayrılmış ehtiyatlardır. Bloomberg-ə görə isə Amerikanın JASSM Air ehtiyatlarının təxminən 2/3-i İranla müharibəyə cəlb ediləcək. Türkiyənin İrana müasir zenit silahlar və PUA raketləri verdiyi, həmçinin vurulduğu qeyd olunan Amerikaya məxsus F-15 döyüş təyyarəsinə edilən hücumda Türkiyə istehsalı olan zenit sistemindən istifadə edildiyinə dair yayılan xəbərlər tamamilə əsassızdır. Bu barədə Türkiyənin Rabitə Nazirliyi məlumat yayıb. Mənbəyi təxmin edilə bilən bu cür yalan iddialar Türkiyənin regional böhranlarda oynadığı konstruktiv rolu, eləcə də sülh və diplomatiya yönümlü səylərini zədələməyə yönəlmiş psixoloji müharibə və qara təbliğat şərtləridir. Türkiyə bölgədə baş verən bütün proseslərdə sülh və sabitliyin qorunmasını əsas götürən mövqe sərgiləyir. Ölkənin qlobal səviyyədə yüksək qiymətləndirilən diplomatik uğurlarını hədəf alan bu addımlar beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədə daşıyır. Avtomatla təchiz edilmiş Ukrayna dronu Rusiyanın Monnier tipli dronunu məhv edir. Bununla bağlı görüntülər paylaşılıb. Tehranın qərbində İran raketinin uğursuz startı və buraxılış məntəqəsinin yaxınlığına düşməsini əks etdirən görüntülər yayılıb. ای وای از یه جا بلند کردن اینا لانچر وای از زمین بلند شد